Azərbaycanın neft-qaz sahəsində elm və texnikanın inkişafına verdiyi töhfəyə görə və bu nominasiya üzrə mükafat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elm və texnika şöbəsinin rəisi cənab Nazim Vəliyeva təqdim edilir. Aşağınız xeyir olsun, xanımlar, cənablar. Mən bu mükafata görə Kaspiyan Enerji Forumunun təşkilatçılarına başda Telman müəllim olmaqla təşəkkürümü bildirirəm. Eyni zamanda bildirmək istəyirəm ki, bu mükafat əslində Xoşbəxt Yusradiyə çatasıdır. Çünki neft şirkətində elmin rəhbəri akademik Xoşbəxt Yusradiyədir. Biz onun tələbələriyik. Təşəkkür edirik.